Merhabalar efendim. Ben Deniz Hollanda Ersağ Büro Müdürü Abdülbaki Cengiz. Ta Hollanda'dan Can Azerbaycan için çıkıp geldim. 20. yılımızı hep birlikte sizlerle beraber kutlamak için. İki devlet, bir millet. Hep birlikte nice güzel başarıları diyorum ve hepinize hoş geldiniz, sefalar getirdiniz eşliğinde. Çok teşekkür ediyorum efendim. Bugün Ersaq Azərbaycanın 20 yaşı tamam olur. Bu münasibətlə paragraf olaraq sizi təbrik edirik. İşlərinizdə, fəaliyyətinizdə uğurlar arzulayırıq. Salam dəyərli izləyicilərimiz. Mən Ersaq şirkətinin Azərbaycan rəhbəri Həcər Əzimova. Bu günləri Ersaq şirkəti kimdir? Əgər ki bilməyənlər, eşitməyənlər üçün təkrar olaraq sizlərə demək istəyirəm. Ersaq, yəni erkən sağlamlıq deməkdir. Ersaq şirkəti 8 ildə Azərbaycanımızda rəsmi fəaliyyət göstərir. Ümumən Türkiyəmizdə isə Türkiyənin Dənizli vilayətində 2006-cı ildə başlayan şirkətimiz artıq bu 20 ilini qeyd edir. Ersaq şirkəti hansı işləri görür? Ersaq şirkəti bu günləri insanlığa, təbiətə lazım olan hər bir şeyi, hər bir tövsiyəni verir. Yaxşı mənada ki, bizim məhsullarımız bitki tərkibli məhsullardır. Bu günləri hava, su kimi lazım olan məhsullarımız insanlarımıza qulluq etməklə məhsullarımızın qablaşması belə təbiətə tullantı kimi atıldığında təbiətə çürüyüb, təbiətə ziyan verməyən məhsul qablaşdırmasıdır. Və bu cür keyfiyyətli məhsullar istehsal edən şirkətimiz çeşid bolluğu ilə də öndə olan bir şirkətdir. Çünki 400 çeşidin üzərində çeşidi var, məhsulları var şirkətimizin. Və bu məhsul çeşidi ilə, məhsul keyfiyyəti ilə yanaşı bu günləri xalqımıza, millətimizə biz hər tərəfli çatdırmağa çalışırıq, danışmağa çalışırıq ki, sizlər gəlin bizlə rahat şəkildə, sadə şəkildə həm dua qazanın, insanlığa, sağlamlığa qulluq edin, həm burada öz biznesinizi qurun. Biz buradan səslənirəm. Özünü təsdiq etmək istəyən, bir iş xanımı, iş bəyi olmaq istəyən biznesmenləri, biznes leydiləri öz komandamızda, Ersaq ailəmizdə görmək istəyirik. Mən Layla Yazıcı, Günəşli Büro Müdürü, Ersaq Şirkətlər Qrupu üçün bu günləri təntənəli bir gündür, 20 illik yubileyimizi keçirdirik. Bugün çox sevincliyəm, illərdir çəkdiyimiz əziyyətin bəhrəsini görürük. 7 ildir Ersaq Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərir. Xanımları dəvət edib, buyursunlar, gəlsinlər, itirəcələrə heç bir şey yoxdur. Fazlasını qazanacaqlar. Salih Əhmədova, Ersaq Azərbaycan, Bakı Büro Üst Müdür.
Bugün bizim Ersaq Azərbaycan komandası olarak möhtəşəm, gözəl 20 illik tədbirimiz keçdi. Çox sevinçliyik. Bütün Azərbaycanda olan xanımları Ersaq komandasına dəvət edirəm. Buyurun, gəlin. Həm məhsullarımızdan faydalanın, organik məhsullarımızdan, organik mənşəli, bitki mənşəli məhsullarımızdan faydalanın. Həm də sağlam həyat tərzi yaşayın, həm də şəxsi karyeranızı qurun. Bundan artıq nə olsun? Mən Zümrüd İsmailova, Ersaq şirkətinin Azərbaycan üzrə Zümrüd büro müdürü. Ersaq bir şirkət deyil. Ersaq insanlara güvən, keyfiyyətli məhsul və uğur qazandıran bir ailədir. Ersaq şirkətinin 20 illiyidir. Mən demək olar ki, burada mən 4-5 il olar bu şirkətə gəlmişəm. Onun qida əlavələrini istifadə edirəm. Mən buradan Türkiyə prezidentimiz, Ersaq şirkətinin prezidenti olan Bəkir Sarıya təşəkkürlərimi bildirirəm. Bizim əzizimiz Həcər xanıma təşəkkürümü bildirirəm. Onlara can sağlığı arzulayıram. Təbrik edirəm bu 20 illik yubileylərinə uyğun olsun. Belə 50 illiyi keçirək inşallah. Allah hamısına can sağlığı versin. Öpürəm. Həcər xanımı çox sevirəm. Bəkir Sarıya da can sağlığı arzulayıram ki, gözəl bir şirkət yaradıb. Biz də ondan yararlanmışıq. Mən də gözəl bir mahnı ifa eləmişəm. Özümün ürəyimdən gələn bir mahnı Ersağa aid. İndi onu da burada eşidərsiniz inşallah. Salam, mən Ersaq şirkəti Odlar Yurdu büro müdürü Günay Əliyeva. Bugün bizim Ersaq şirkətinin 20 illik yubileyi qeyd olunur. Bu münasibətlə hər birinizi təbrik edirəm. Ersaq şirkəti dünyanın dörd bir ətrafında tanınan, sağlam həyat tərzi keçirmək istəyən və yüksək qazanc əldə etmək istəyənlərin yeridir. Hər kəsi dəvət edirəm. Mən bugün çox xoşbəxtəm. Ersaq şirkətinin 20 ili tamam olur və bu möhtəşəm tədbirdə iştirak edirəm. Bütün ərsaqçılara can sağlığı arzulayıram, rızq bərəkət arzulayıram və Həcər xanıma gözlərin aydın olsun deyirəm. İnşallah Ersaq Azərbaycanda hər kəs tərəfindən sevildiyi kimi hər kəs tərəfindən də istifadə olunacaqdır. Əzizlərim, sizə uğurlar arzulayıram. Ersaq şirkətinin 20 yaşı tamam olur. Bu şirkət elə-belə şirkət deyil. 20 ildir bu şirkət işləyir, müvəffəqiyyət qazanır. Bunun da Azərbaycanda böyük qovşağı var, əlaqələri var. Bu şirkət bitkilərlə müalicələrdə çox böyük əhəmiyyəti var. Qida əvəzi olan maddələr də var. Elə şeylər var ki, qidalarımızda o çatışmır və ya suyumuzda mı, torpağımızda mı, bitkimizdə mi? O qidaları da təşkil edir. Bunların əsas əhəmiyyəti ondan ibarətdir ki, onlar tam sağlam deməli yolla gediblər. Ona görə də belə uzun müddət yaşayırlar və bu şirkət mən əminəm ki, çox müvəffəqiyyət qazanacaq. Ona görə ki, onların bütün işlətdiyi dərman vasitələri, ona dərman demirlər, dərman vasitələri birbaşa bitkilərdəndir, təbiidir, kimyəvi maddə yoxdur, orqanizmə zərəri olan maddə yoxdur. Ona görə çox önəmlidir. Mən Ersaq Azərbaycanın Şahdağ büro müdürü Əfruz İbrahimli, 4 uşaq anasıyam və artıq 6000 nəfərə yaxın üzvü olan bir komanda rəhbəriyəm. Yəni burada işləmək hər kəs üçün uyğundur. Yaşın, təhsilin, hansı ölkədən, hansı dildə olmağın, hansı imkanda, hansı vəziyyətdə olmağın heç bir fərqi yoxdur. Hər kəs Ersaqda qazana bilər. Buyurun, bizimlə birlikdə qazanın. Mən İlhamə Həmidova, Ersaq Xəzər büro müdürü. Bugün bizim Ersaq şirkətinin 20 illik ad günü münasibətilə tədbirimiz keçirilir. Bu tədbir münasibətilə bütün Ersaq ailəmi təbrik edirəm. Dövlət himni səslənəcəkdir.
Qurban olum vətənimə, qurban olum torpağıma, qurban olum vətənimə. 20 yaşı tamam olur. Bugün 20 il. Belki dile az sayılan bir zaman olsa da ancak 20 yıl içerisinde milyonlarla emek, milyonlarla mücadele, milyonlarla bir insanların baş başa verip güzel bir iş əlsəyə getirmesi var. Biz bugün Ersağ'ın 20 ilini, 20 yaşını qeyd edəcəyik. Bir alqışlar rica edirəm. Ve bugünümüz sadece tanıtımdan çekilişimiz olacak sona doğru. Ve sonda bizim hediye çekilişimiz olacak. Ve biz buradan hediye dolu gedəcəyik. Ona göre Ersağ ailesine dərin ve teşekkürümüzü bildiririk. Mən əslində belə söyləmək istərdim ki, Ersağ haqqında çox geniş bir məlumata sahibəm. Və o qədər möhtəşəm bir şirkət, o qədər möhtəşəm bir məhsullardan və o qədər möhtəşəm bir komandadan ibarətdirlər ki, yəni söylədikcə bitməz deyərdim, ancaq vurğulamalıyam. Çünki istər-istəməz bir qismimiz bəzi hissəsini biliriksə, bir qismimiz isə bir çox hissəsini bilirik. Ona görə hayvanlar ve bitkiler de yararlanmak zorundadır. Bu nimetler hava, su, toprak ve ateştir. Gün geçtikçe dünya üzerinde yaşayan insan sayısı artarken maalesef dünyayı ortaklaşa paylaştığımız hayvanlar ve bitkilerin sayıları insanların verdiği zararlardan dolayı her geçen gün azalıyor. Şimdi size söz veriyorum. Bedenle olacağım varken sonra söz. Ersağ verilen andımdır. Şimdi size söz veriyorum. Bedenle olacağım varken sonra bu yolun adı emek, bu yolun adı söz. Hacer Hanım. Hacer Hanım necə bacarırsınız belə mən? Hər birinizi xoş gördük. Bugün biz buraya sadece bir uğuru tebrik etmek için yığılmamışız. Bu inanın
mənə bugün danışmaq çox həyəcan verir. Hər dəfə sizin qarşınızda danışmaqda yorulmayan həcər yox. Bu günləri sizin qarşınızda çox həyəcanlı şəkildə durmuşam. İstəyirəm alqışlarınızla mənim həyəcanlı bir... Ersaq uzun illərdir. Keyf. Bir uğur varsa, o uğurun arkasında gecesini gündüzüne qatan insanlar var. Bir uğur varsa, mütləq şəkildə orada çalışan liderlər var. Bir uğur varsa, komandasının arkasında möhkəm duran rəhbərlər var. Və mən buradan bütün dəyərli Ersaq ailəmizə, müdürlərimizə bir daha təşəkkür edirəm. Bugünkü möhtəşəm günü, möhtəşəm uğuru onlarla bir yerdə qeyd etdiyimiz üçün. İnsanların özünə inamını yenidən formalaşdırdık. Və mən düşünürəm ki, bizim Ersağımızın, bizim ən böyük uğurumuz da məhz budur. Düz deyilmi? Çünki dəyərli qonaqlarımız, bir işdə inam varsa, istək varsa, bir işə güvən varsa, orada uğur var. Və mən bu günləri bu səhnəyə baxanda, mən sizlərin üzündə o inamı görürəm. Birlikdə... Hər biri möhtəşəmdir. Hər biri bizə... Müsailə xanım. Necəsiniz? Özünüzü necə hissedirsiniz, bir onu söyleyin. Hepiniz hoş gördük. Hepiniz hoş geldiniz. Ben bugün uğur kazandım. Ersaq sayesinde iş sahibi oldum. Ersaq sayesinde güzel nailiyyətlər, uğurlar əldə etdim. Şəxsi inkişafımdan tutmuş, həyat şərtlərimə qədər Ersağa borcluyam. Bunu bütün Ersaq komandası bilir. Bütün Xalq artisti, Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti, Türkmenistan Dövləti Prezidentinin Altun Əsir Bəşiri, yenicisi Gülyana xanım Məmmədova. Şerefim
Bəli, Ersaq Şirkətlər qrupunun bir daha bugünkü gözəl bayramını ürəkdən təbrik edirəm. 20 illik ömür yolunuz, uğurlarınız mübarək olsun deyirik. Alqışlayırıq Ersaq şirkətinin bütün kollektivini və buradan bu şirkətin yaradıcısı Türkiyəmizə boylanaraq əzizimiz, hörmətli Bəşir Sarıya öz sevgilərimizi, hörmətlərimizi, səlamlarımızı diləyirik. Bir alqışlarımızı göndəririk və Azərbaycan Ersaq şirkətinin rəhbəri, əzizimiz, dəyərli, gözəl bacımız Həcər xanım. Sevirik sizi, hamımız sevirik. Biz də bax bu zalda əyləşən Ersaqçılar hamısı sizi sevirlər. Bəli, əzizlərimiz, bu günləri burada əzizimiz, dəyərli Rəşid müəllim, sizi görmək nə qədər xoşdur. Xoş gəlmişsiniz, səfalar gətirmisiniz. Əzizlərim, Türklərə səlam olsun. Azərbaycandan Türkiyəmizə böyük mükafatçısı, Əsilzadələr ailəsinin qızıl medal mükafatçısı, Vedibasar qəzetinin baş redaktoru, gözəl ana, gözəl bacı şairə xanım Nəsibə İsrafil qızının ildırmağını, sözləri, amma musiqi müəllifinə də buradan ürək dolusu salamlarımızı yetiririk. Həm musiqi müəllifi, həm də özü mənim kimi səhnədə bir dosta kardeşim. Türk oğlu Türk'em, azattır ülken, canından keçer, bize göz diken. Nenem Tomris'ten yadigar menem, çok dağlar görür. Var olsun Kur'an, Türk'ü korusun, can yaradan, yaşasın Kur'an, var olsun. Çok teşekkürler əzizlərimiz. Məncə Qur'anımıza, Türk birliği. Dünyada 6000'den çok etnik grup ve millet var. O milletlerin içerisinde yani 192, 193, 212 devlet var. Onların birinin pulu yoktur, birinin ne bileyim koşulu yoktuğuna göre devlet statüsü almayayım. Ama hoşbahtı ki o 6000'in içerisinde Azerbaycan adlı bir devletimiz var. Bir memleketimiz var. Namus da odur, vicdan da odur, hakikat da odur. Onu da diyeyim ki, büyük filozof Hegel deyirdi ki, gör nedir? Dünyanın insanlarına çağırış edip, ey insanlar, dünyaya Türk'ten bir padişah seçin. O padişah adaletle, vicdanla, hakla, dürüstlükle dünyanı idare edecektir. Niye demirdi özü Alman da Almanı koy, İngilizce koy, özlerinin ne olduklarını bilirler. Sen bana öyle millette giden ki, aziz insanlar, 20'si yanvarda İlham adlı şahsı güllelediler de, yanınıza görün. Ferize var, Ferize Hanım. Yoldaşı eri ölüp değil özünü öldürdü. Elə millet tanıyırsınız mı eri ölen
ölende kadını öldürsün. O bak bizik. O bizik. Bak bu bizik. Bak bu kadınlara bak. Bakın. Allah korusun. Ne varsınız. Kıl. Benim vətənim yaşayacak. Benim 88 yaşım var. Çok sevinirəm. Maşallah, maşallah. Çok, benim vətənimi sevə-sevə yaşayıram. Allah'a and olsun. İnsan öz qanını vətən üçün verməlidir. İnsan öz canını verməlidir. Sirafil kızı kimi insan tanıyırsın, şair tanıyırsın. Bunlar elə insanlar değiller. Onları yandırıp töktükçe o şiirleri yazıblar onlar. Özde niye yaradı? O Bekir Sarı çok büyük insandır. Onlar özleri bilirler neye yaradılar. Bilirsiniz ki ay insanlar 20.000 adda xəstəlik var. Ben həkiməm onu deyirəm. Ne kadar derman olsa yaxşıdır? 1300 derman. Her 17-18 xəstəliyi bir dermanla müalicə edilsən. İndi başa düşürsünüz niye təbii vasitələrə əl atdılar, niye deyirlər? Bu hem xalqa, hem vətənimizə, hem dövlətimizə, hem insanlara bir xoşbaxtlıq gətirirlər. Sağlamlıq gətirirlər. Mən burada çok danışmaq istəmirəm, ürəyim doludur amma. Çünkü hamısı kadındır, bunlar çoxu kadındır. Ve ona göre fəxr edirəm. Ve çok sevinirəm ki, Azərbaycan kadını bu gün öndədir. Azərbaycan kadını, Azərbaycanı yüksəltməkdədir. Düzdür, siz onun bir tarafını görürsünüz, biraz pul kazanırsınız, biraz ne bileyim, orasını görürsünüz, o bir tarafını göremirsiniz. O bir tarafını ben görürüm. Ki bu Azərbaycan xalqına böyük dayaqdır. Türk halkı ile Azerbaycan halkının birge olmasıdır. Tüm burada deyilenler, okuyanlar da Türk-Azerbaycan halkı. Biz Türk'üz. Türk koçaktır. Türk ömrü boyu işleyendi. Hamıdan koçaktır. 5 əsr Türk'ün topuna çatan top olmuyor. İndi gürlə qayırmağa koymadılar. Yerin tekini 100 yıldır onlar işe bilmezler. Koymurdular. Onda büyük Atatürk 100 yıl mukabele bağlayan dolarla dedi şükür Allah'a 100 yıl Türkiye'de muharebe olmayacak. Görün ne gündedir. İkinci Dünya Muharebesi'nde Türkiye muharebeye koşulmadı. Siz onu bilirsiniz, çoğunuz bilmişsiniz. Dünya muharebesiydi ama Angola'dan berhamı koşulmuştular, koşulmadı. Büyük dünyavi siyasettir bunlar, aziz insanlar. Sizin bu hareketiniz beni cuşa getirir ki, benim halkımın kadınları çok cədddirlər, çok inkişaf etmişler, çok sağlamdılar. Halkımı sağlam görmek istiyor ve onların yarattığı sağlamlıkla yaşayacak. Ben çok sevinirəm. Size teşekkür ederim. Əzizlər, bir şey demək istəyirəm. Rəşid müəllimə tədbirlərin birində bir kepka hədiyyə elədim. O video məndə durur. Rəşid müəllim kepkaya baxdı, dedi Nəsbə xanım, mən ömründə papaq qoymamışam. Papaq məsələsi zarafat məsələ deyil ha. Amma bunu başıma qoyacağım. Nədən? Bu kepkanın üzərində Şuşa yazılıbdı. Şuşa azaddır. Yadınıza düşdü? İndi yadıma düşdü. Şuşa azaddır. Artıq biz bu kişi papağını başımıza qoya bilərik. Allah sizi korusun. Allah bizim Azərbaycan kadınlarını korusun. Sizle fəxr edirəm mən. Bugün gördüm sizin gücünüzü ve qüvvənizi. Bugün gördüm sizin ideyanızı, beyninizin inkişafını. Bugün gördüm. Çok doğrudan da gurur vericidir. Allah sizi korusun. Çok şad oldum ki geldim. Salam ayım, güneşim, odlar yurdum, ateşim. Zaman gülsün üzümə, cahana çatsın səsim. Dörd yanı çəpərləyin, yolları qəhərləyin, Turana yol ahlıq, atları yəhərləyin. Haçalanıb dillərim, perik düşüb ellərim. Nəğmə desin bir dildə, bütün Turan ellərim, bütün Turan ellərim. Buradan da Bekir Sarı'ya salam söyləyirəm. Mən 2018-ci ildə Türkiyədə olanda
Mən orada bu sözləri demişəm ki, Türk və Azərbaycan birliyi və dövlətimizə də bunu mən demişəm. 2012-ci ildə televizordan ilk dəfə mən dedim ki, ay Erdoğan, ay mən İlham Əliyev sizə qurban olum ha. Avrupaya birliyinə səni qoymazlar, ora xaspərəstlərin birliyidir. Özünüzə birlik tapın. Erdoğan bilirsən neynədir? 7 ərəbləri İslam dünyası yaratmaq istəyir, daha böyük. Gördü ki, ərəbləri oraya, Səudiyyə Ərəbistanına gördü ki, Amerikanın kol postudur, o birisinin de. Axırda festival yarattı. Türk dilli xalqların festivali. Onda bizim rayonda Gədəbəydə keçirdi ilk dəfə. Böyük bir dəhşətli bir şeydi orada. Mən çıxış elədim. Öz oğlunu göndərmişlərdi orada. Mən bu günləri çox sevirəm. Biz Türk'ük. Türk qüvvəli olmalı. Dünya qəbul edir ki, ay insanlar bilin, qoymurdular bu xaspərəstlər inkişaf eləməyə. Həqiqəti deyirəm, hərəsi bir yerdən qoymur. Sən nə danışsan sən? İndi sübut edib ki alimlər, dünyada ilk yaranan insan Türk olur. Bunu biləsiniz. 6-7 yıl bundan önce təsdiq oldu. Sağ olun. Çok seviyorum sizi. Teşekkür ederim. Çok sağ olun değerli həkim, değerli profesör. Çok sevinirəm ki sizin kimi rəhbər var. Çok sevinirəm ki sizin kimi insanlar var. Və Allah sizlə fəxr edir və belə də daha rahat ölmək olar. Allah size sağlıklı ömür nəsib eləsin. Biz bugündən herkesin karşısında söz veririk, kızınızla bir yerde bizim fəxr üzvümüz. Sağ olun. Bizim için fəxrdir ki, siz bizim tədbirimizdə iştirak edirsiniz. Sağ olun. Allah razı olsun. Sağ olun. Teşekkür ederim. Allah razı olsun. Çok sevişəm